Demək, Kəmalə Rəhimli peşəkar ifaçı, peşəkar müğənni. Uzun illər Layla Qızlar Ansamblının solisti olub. Elə Layla Qızlar Ansamblı da Azərbaycanla bir adı olan, dünyanla bir adı olan ansambl idi. Sırf orada qızlar idi, qarmon çalan, nağara, zər, hamısı oxuyanlar da, ifaçılar da, yəni instrumental alətlərdə ifa edən hər birisi qadınlar idi. Onların ən gözəl ifaçılarından birisi Kəmalə Rəhimli idi. Xarici görkəmi çox gözəl idi. Zövq oxşayırdı. Hamı onun gözəlliyindən danışırdı. Hamımız, yadıma gəl, biz uşaq idik, gözləyirdik. Ayda 2-3 dəfə Layla Qızlar Ansamblının konserti olurdu. Kəmalə xanımı gözləyirdik ki, Kəmalə Rəhimli ifa etsin. Gür saçları vardı, qeyri-adi gözləri, dodaqları. O Kəmalə xanımdan indi heç bir əsər əlamət qalmayıb. Kəmalə Rəhimli ağır xəstədir, yataqda yatır. Demək olar ki, onunla heç kim maraqlanmır. Heç kim Kəmalə Rəhimlə maraqlanmır. Bir neçə nəfər sənət adamı da mənə dedi ki, Sara xanım, Kəmalə xanımın vəziyyəti yaxşı deyil. Maddi durumu çox aşağıdır. Dolana bilmir. Xəstədir. Onun şəkər xəstəsi olduğunu bilirdi. Gözlərində də sonradan şəkərlə bağlı problem yarandığını bilirdi. Amma digər xəstəlikləri də var. Kəmalə Rəhimli Fransada yaşasaydı, Amerikada yaşasaydı, İtaliyada yaşasaydı, elə Rusiyada da yaşasaydı, Rusiyada da yaşasaydı, ona diqqət olacaqdı. Yüksək qonorar veriləcəkdi. Yüksək bir neçə aydan bir azından onu yolxacaqdılar, baş çəkəcəkdilər, problemlərlə maraqlanacaqdılar. Təəssüf ki, bizdə yoxdur. Cavansan, gözəlsən, varsan. Biraz yaşlaşdın, biraz yaşın ötdü, sən heç kimə lazım deyilsən. Və mənə dedilər ki, Kəmalə xanım hər yerə müraciət edir. Hər yerə. Belə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə belə, nazirə, nə bilim, harda onu eşidəcək qurumlar var, hamısına müraciət edib. Amma nəticə nədir? Uzağı gedib 100 manat verib hansısa dərmanı aparıb bir dəfə ona verməklə məsələ həll olunmur. Bu adama diqqət lazımdır. Bu qadına, bu müğənniyə, bu sənətkara, bu peşəkar sənətkara qayğı lazımdır. Qayğı bir günlük, 2 günlük yox, ömürlük lazımdır buna qayğı. Onu kim etməlidir? Onu gedib Səhiyyə Nazirliyi etməli deyil ki, gedib digər nazirliklər, qurumlar etməli deyil ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi var. Bu nazirlikdə sırf bu sahədə, incəsənətdə, mədəniyyətdə, show biznesdə olan, həm də peşəkar insanlara xidmət etməlidir. Qayğılarla maraqlanmalıdır, problemlərlə maraqlanmalıdır. Çörəyi varmı? Bəlkə heç Kəmalə Rəhimlinin çörəyi yoxdur yeməyə. Ay hörmətli nazir, ay orada çalışan əməkdaşlar, şöbə müdürləri, nə bilim, kuratorlar, niyə Kəmalə Rəhimlə maraqlanmırsınız? Maraqlanın da Kəmalə Rəhimlə. Sizə ki, zəng vurur, telefonuna cavab vermirsiniz. Niyə? Bilirsiniz ki, problemi var. Siz də problemi həll etmək istəmirsiniz. Xahiş edirəm, Kəmalə Rəhimlə maraqlanmaq lazımdır.